Makyaj kolleksiyonumu inceleyirik part 3. Bugün kapatıcı ve talanlı BB krem məhsullarıma baxacağıq. Təbii ki, burada yine dediğim kimi en çok sevdiğim məhsulları göstereceğim. Öncelikle daha az olduğu için BB-CC krem məhsullarına baxmaq istəyirəm. Çünkü çok istifadə etmək istəyirəm. Üzümdən adətən kapatıcına lazım yerlərdən keçirəm. Sadece özel günlerde istifadə edirəm bu məhsullardan. Birincisi ve son zamanlarda aslında yaxın bir il olmuyor hiç istifadə etməyə başladığım bu məhsulları. Misha'nın bu BB kremidir. Eyni şəkildə içərisində 42 SPF de var. Mən 23 nömrəsini istifadə edirəm. Bunun balaca boyları da var, amma məndəki böyük boydur və çox hərəkətli məhsuldur. Son zamanlarda yaxın bir ay ərzində tanış olduğum növbəti CC krem, yeni SPF 50 tərkibli, çox parlaq görünüşlü məhsullardan biridir. Golden Rose'un CC kremlərdir. Yeni çıxmış bir məhsuldur. Bu da çox qəşəngdir. Bunun üzərinə bunu da mən düşünürəm ki, biz qapatıcı məhsul olaraq göstərə bilərik. Çünki həm parlaqdır, həm də üçün istifadə oluna bilər. Əslində Huda'nın yox, Charlotte Tilbury'nin gloşundan bir tuturlar bunu müadil olaraq. Bu da ki, Cartridge'in soft glow filtridir və çox qəşəng məhsuldur həqiqətən. Həm yüksək qapatıcılıq verir, düzdür. Normal bir səviyyədə qapatıcılıq verir. Eyni şəkildə də məndəki 0.20'dir, light medium rəngidir və mənim üzümə tam uyğun bir şəkildə olur. Gördüyünüz kimi belə çox qəşəng parlaqlıq verir. Eyni şəkildə L'Oreal'in Lin Glow-şuna da çox oxşuyur. Məndə glow başqa məhsullar da var. Prosta onlar sadəcə parlaqlıq verir, qapatıcılıq verir, amma bu nisbətən qapatıcılıq da verir. Artıq qapatıcılara keçə bilərik. Yeni eyni şəkildə uyğun qiymətlidən yüksək qiymətli olaraq keçəcəyik. Öncə ən uyğunlu qiymətlimi, son bir aydakı yenə kəşfim Eveline'ın bu, səhv eləmirəmsə yeni çıxıb tam bilmirəm, qapatıcılarındandır. Mən düşünürdüm ki, göz altımı çox quru göstərəcək və çox ağ görünür mənə görə, amma oksidən bir məhsul olduğu üçün bir ton daha ağ almağınız məsləhət görünür. Yayılmağı çox qəşəngdir. Məndəki nömrəsi 0 nömrədir. Növbəti uyğun qiymətli məhsullarından biri Fit Me. Gündəlik makyajlarımda üzümdə də hazırda Fit Me var. Bütün üzümdə də Fit Me var. Çok qəşəng bir məhsuldur. Sarı görünə bilər, amma sürdüyünüz zaman çox qəşəng bütünləşir dəri ilə. Yəni üzümdəki məhsul olduğuna baxmayaraq sarı durmur. Və məndəki nömrəsi 0 olmalıdır. Hə, 10 nömrədir məndəki nömrəsi və dağılması da yenə dediyim kimi çox qəşəngdir. Həm biraz parlaq bitişli məhsuldur. Yəni parlaqlıq verir, həm nəmləndirir dəri altını. Çox bir quru məhsul deyil. Mən quru məhsulu üzümdə çox istifadə etməyi sevmirəm. Ən quru istifadə etdiyim məhsul növbəti ən sevdiyim concealerlardan və keçən il başlardan sonuna qədər sadəcə bu məhsulu istifadə etmişəm. 327, 328 nömrələrini əsas istifadə edirəm. L'Oreal Paris'in Infallible təbii ki. Hamının sevdiyi mükəmməl qapatıcılığı olan bu məhsul. Mən göz altlarıma deyildiyi qədər qurutmur. Sözün açığım. 327 qış rəngində, 328 isə yayda qaraldığım zaman istifadə edirəm. Yenə yaylımı təbii ki, möhtəşəmdir, ola bilməz. Dəri ilə mükəmməl şəkildə birləşib bilir. Növbəti məhsulumuz da NYX'in Berry Me qapatıcısıdır. Bu da çox qəşəngdir. Bu pompalı olmağı məni biraz istifadədən kənarlaşdırır, amma belə çox qəşəng məhsul. Mən çıxardıb mən daha çox sevirəm. Məndəki rəngi baxaq, beige rəngidir. Mən bunun bir ton açığında almışdım, hətta onun qabı qırıldığı üçün bir qabı istifadə edirəm. Onu da istifadə edirəm, bunu da. Bu da qəşəngdir. Bu tam dərim rəngimə uyğundur, yəni mənim rəngimə uyğundur. Çox parlaq tikili serum tərkibli, eyni zamanda baxım eləyən bir məhsuldur. Və son olaraq bahalı marka olaraq istifadə etdiyim yeganə məhsul Nars'ın bu silgi concealer dedikləri concealerdır tam olaraq. Onu fırçayla göstərmək istəyirəm, barmağımı salmaq istəmirəm. Mən elə bir fırçayla həmin concealerdan istifadə etmişdim elə ona görə. Və məndə qabı sındığı üçün, qapalı sındığı daha doğrusu bağlaya bilmirdim və zaten içərisində az qaldığı üçün belə bir qabın içərisinə qoymuşam və həqiqətən silgi kimi bir concealer. Baxın damar görüntüsündən anında təmizlədim. Amma deyildiyi qədər az hissəsi bəs eləyirmi? O biraz məlumadır. Mən düşünmürəm o qədər azı bəs eləyir, amma bəlkə də mən zaten az istifadə edirəm deyə fərqini hiss eləməmiş də ola bilərəm. Bugünkü məhsullarımız da bu qədər idi. Növbəti videolarda görüşmək üzrə. Bəyəndinizsə, xeyriniz oldusa abunə olmağı və bəyənməyi unutmayın.